Mənim adım Vəfadır. 50 yaşım var. Bakıda yaşayıram. İllər əvvəl yoldaşımdan ayrılmışam. Tək tənha bir qadınım. Amma kənardan baxanlar mənə tənha deməyə cəsarət eləməzlər. Mən zəhmətimlə ucalan, Bakıda tanınmış bir moda evinin sahibəsiyəm. Altımda qara Range Rover, əynimdə bahalı brendlər, hər gün işə dikdaban ayaqqabılarda başı dik gedirəm. Hamı mənə hörmət edir. Bəziləri həsəd aparır. Bəziləri isə arxamca görəsən bu qədər pulu hardandır deyə pıçıldaşır. Amma o dəbdəbəli ofisimdə, axşamlar boş qalan 4 mərtəbəli evimdə nə qədər tənha olduğumu bircə Allah bilir. Bir gün işdən yorulub, Elmlər tərəfdə kiçik bir tələbə kafesinə girdim. Brend mağazalardan, süni gülüşlərdən bezmişdim. Sadəlik axtarırdım. Pəncərə kənarında əyləşib çayımı içirdim. Birdən onu gördüm. Təxminən 24-25 yaşlarında bir gənc idi. Arıq, hündür boy, qəhvəyi gözləri kədərlə dolu. Qabağındakı köhnə dəftərinə nəsə qeyd edirdi. Üst başı təmiz olsa da, pencəyinin dirsəkləri yeyilmişdi. Ayaqqabıları isə neçə yerdən rəngi qaçmışdı. Menyudakı qiymətlərə baxıb, dərindən ah çəkdi. Qarşısındakı boş stəkanı sığalladı, aç olduğu hər halından bəlli idi. Qüruru isə imkan vermirdi ki, kimdənsə nəsə istəsin. İçimdə bir ana rəhmi oyandı. Yanına gedib, mehribanlıqla dedim: "Salam oğlum, bəlkə bir qab isti xörək yeyəsən. Mənim qonağım ol." Əvvəl qızardı, boynunu büktü. "Yox xanım, sağ olun, mən toxam." Amma mən inad etdim. Sonda razılaşdı. Adı Vüsal idi. Universitetin son kursunda oxuyurdu. Gecələr də hardasa mühafizəçi işləyirdi. Elə şirin dili var idi ki, mənə dərslərindən, çətinliklərindən, böyük arzularından danışırdı. Onun yanında özümü 50 yaşlı iş xanımı kimi yox, 20 yaşlı gənc qız kimi hiss etməyə başladım. O, mənə unudulmuş duyğularımı qaytardı. Tez-tez görüşməyə başladıq. Bulvarda gəzir, çay içir, saatlarla söhbət edirdik. Vüsal mənə elə baxırdı ki, sanki mən dünyanın ən gözəl qadınıyam. Bir gün diz çöküb, dedi: "Vəfa, mənə yaşın maraqlı deyil. Mən sənin ruhuna aşıqam. Sənin pulun mənə lazım deyil. Mənə sadəcə sən lazımsan." İnandım. Qəlbimin qapılarını taybatay açdım. Xaricdə, dəniz kənarında, səssiz səmirsiz evləndik. Hər şey nağıl kimi gedirdi. Ta ki bir axşam Vüsalın rəngi ruhu qaçmış halda evə gəlməsinə qədər. "Vəfa, məni məhv edəcəklər" deyib ağladı. Guya rayonda nişanlısı olub. O qız indi çıxıb gəlib, Vüsalı şantaj edirmiş. Deyir ki, səni fırıldaqçı kimi polisə verəcəm. Deyəcəm ki, bu yaşlı qadını puluna görə aldatmısan. Sənin adın ləkələnəcək. Məni isə həbsə atacaqlar. Dizlərimə qapandı. Mən onun adını, öz nüfuzumu qorumaq üçün hər şeyə hazır idim.
Nə qədər istəyir verək. Canımız qurtarsın, dedim. Vüsal utana-utana pulu aldı. Sonra bu şantajlar bitmək bilmədi. Gah az, gah çox, hər dəfə də mənə sarılıb dedi, sən mənim xilaskarımsan. Bir səhər oyandım. Evdə qəribə bir səssizlik var. Vüsalın tərəfi buz kimi idi. Getmişdi. Şkafları açdım. Boş. Nə paltarı qalmışdı, nə saatı. Telefonu sönülü. Hər yerdən məni bloklamışdı. Dəli kimi banka zəng etdim. Məlum oldu ki, aylardır mənim adımdan, etibar etdiyim imzalardan istifadə edərək hesablarımdan külli miqdarda pul çəkilib. Şirkətin dövriyyə kapitalı belə boşaldılmışdı. Ortada nə şantaj edən nişanlı var idi, nə də polis təhlükəsi. Hamısı Vüsalın qurduğu böyük bir oyun idi. O an sanki ev başıma yıxıldı. Özümü elə aldadılmış, elə yazıq hiss edirdim ki, mənim sevgimi, ana rəhmimi, qadınlıq qürurumu ayaqlar altına atmışdı. Amma mən vəfayam. O moda evini necə qurmuşdumsa, özümü də eləcə ayağa qaldırdım. Göz yaşlarımı silib, işimin başına qayıtdım. Şirkəti müflis olmaqdan xilas etdim. İtirdiklərimi qazanmaq üçün gecə-gündüz çalışdım. İndi yenə o hündür dabanların üstündə başım dik gəzirəm. Amma indi ayaqqabılarım qədər qəlbim də bərkiyib. Anladım ki, bəzən ən şirin səni sevirəm cümləsi əslində ən acı yalanın maskası imiş. O mənim pullarımı aparmadı. O mənim içimdəki o saf, inanan qadını apardı. Amma yerinə daha sarsılmaz, daha müdrik bir vəfa qoydu. Bu dərsi çox baha aldım. Amma artıq öz qiymətimi heç bir rəqəmlə ölçmürəm. Sizcə bir insana ikinci şansı vermək olar? Yoxsa xəyanətin bağışlanması sadəcə zaman etkisidir? Hekayəni bəyəndinizsə, Hər Şey Şunas kanalımıza abunə olun və bildiriş işarəsini açıq etməyi unutmayın. İzlədiyiniz üçün təşəkkürlər.